Qətl törətmək cinayətində təqsirli bilinən Qaraçöp sakini Mahmud Əliyevin günahsızlığını əsaslandırmaq məqsədi ilə onun ailə üzvləri və kənd sakinləri Tbilisidə məhkəmə binasının qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları bildiriblər ki, cinayət işinin materiallarında hadisəyə dair video görüntülər və məhkəmə ekspertizasının rəsmi rəyi mövcud olsa da, bu sübutlar məhkəmə tərəfindən nəzərə alınmır. Onların iddiasına görə mövcud faktlar Mahmud Əliyevin hadisədə birbaşa iştirakını təsdiqləmir. Məhkəmə prosesi isə süni şəkildə uzadılır. Etirazçılar iddia ediblər ki, sözü gedən cinayət işi təkcə Mahmud Əliyevlə məhdudlaşmır. Bildirilib ki, onlarla kənd sakini eyni iş çərçivəsində və ya başqa ittihamlarla hüquq mühafizə orqanları tərəfindən saxlanılıb və həbs edilib. Bu vəziyyət kənd əhalisi arasında ciddi narahatlıq yaradıb. Kənd sakinləri baş verənləri ədalətli məhkəmə prinsiplərinə zidd addımlar kimi qiymətləndirərək bunun təzyiq və qorxu mühiti yaratmağa xidmət etdiyini söyləyirlər. Onların fikrincə, istintaq və məhkəmə orqanları obyektivliyi təmin etməli, mövcud sübutlara hüquqi qiymət verməli və işə siyasi, şəxsi və ya kənar maraqlar prizmasından yanaşmamalıdır. Aksiya iştirakçıları Gürcüstanın müvafiq məhkəmə instansiyalarını, Baş Prokurorluğu, eləcə də beynəlxalq hüquq müdafiə təşkilatlarını məsələyə diqqət yetirməyə çağırıblar. Onlar Mahmud Əliyevin işi üzrə ədalətli və şəffaf araşdırmanın aparılmasını, həmçinin qondarma ittihamlarla saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb ediblər. Mahmud Əliyevin atası Məhəmməd Əliyev isə bildirib ki, qanun çərçivəsində mübarizəni davam etdirəcək. Səslərinin eşidilməsi üçün bütün hüquqi və ictimai vasitələrdən istifadə edəcək. Mənim etirazım ondan ibarət ki, mənim oğlum günahsızdır. Bundan böyük etiraz olar. Mən bilirəm, mənim oğlum bir qarışıya əxləmir. Yalandan gəl, beləcə oldu, ancaq ki. Dünən duranı bizi şalvarına sildi. Nahaqdan dururlar adamı. Onu da qeyd elə oraya. Ki, şalvarına sildi o. Bilmədi nə də, gətirə deyə, axırı, gətirlər, altda stam qoydular. Otdu şalvarına sildi orada. İndiyənə də mənim uşağımın arasında qonuyla, qonşuyla heç bir ədavətim olmayıb, nə də olmayacaq. Biz varıq ən qonşu adamı, ən Allah adamı, istədiyimizlə həmişə qardaş olmuşuq, istədiyimizlə dost olmuşuq. Yarın marın oğlu buraya tökülüb gəlir. Bizim hörmətimiz olmasa, xalq tökülüb buraya gələrmi? Bizim bir cinayətdə adımız çəkilmir, büyünə kimi. Büyün kimsə də onları başa salıb, anladım. Birine pul verib, birine nə verib, gətirib indi Mahmud. Məlumat üçün bildirək ki, 32 yaşlı iş adamı 3 il əvvəl Keşəli kəndində qətlə yetirilib. Aydın Həmzəyev siqaret biznesi ilə məşğul olub və öz mağazasında güllələnib. Dəhşətli qətl mağazada quraşdırılmış müşahidə kameraları tərəfindən qeydə alınıb. Gənc iş adamının qətlindən 3 il sonra ailə Tbilisi prokurorluğuna müraciət edərək istintaqın sona çatdırılmasını tələb edib və iş bir neçə gün ərzində açılıb.